2026 Qoç üçün həm şans, həm pul, həm də şəxsi həyatda böyük dönüşlər gətirir. Ən çətin dövrlərini arxada qoyan Qoç bu il sanki həyatın ona borclu qaldığı hər şeyi geri alır. İş həyatında sürətli yüksəliş, yeni layihə və ya biznes imkanı açılır. İlk 6 ayda gözlənilməz qazanc dalğası gəlir. Sevgi tərəfdə isə uzun müddətdir yolunda getməyən münasibətlər ya tam düzəlir, ya da bitib yerini daha güclü bir bağa verir. 6 Qoçun öz gücünü kəşf etdiyi il olacaq. Xərçəngin taleyi bu il 180 dəyişir. Uzun müddət içində saxladığı duyğular, qorxular və hədəflər nəhayət ki bir-bir açılır. Ev, ailə və münasibətlər sahəsində möhtəşəm yeniliklər var. 2026 xərçəngi həm sakitlik, həm də yeni başlanğıclar bəxş edir. Qıl sahəsində də böyük dönüş yaşanır, gözlənilməz gəlir, iş dəyişikliyi ya da yeni qazanc mənbəyi. Sevgi həyatında tək olan xərçənglər sürpriz tanışlıqla qarşılaşa bilər, elə bir tanışlıq ki, həyatına rəng qatacaq. Qız 2026-da intellekti, səbr və çalışqanlığı ilə parlayır. Bu il onun üçün qapılar öz-özünə açılır. Əvvəl çox çətin görünən planlar indi rahatlıqla həyata keçir. Maliyyə sahəsində mükafatlanma ilə olacaq artımlar, bonuslar ya da uzun müddət gözlədiyi böyük bir nəticə. Firqi tərəfdə qız bürcü nəhayət ki qarşısındakı insanın real niyyətlərini görür. Səmimi münasibət qurmaq, doğru insanla yola çıxmaq üçün ideal vaxtdır. 2026 qızı nəhayət ki mən bunu bacardım dedirəcək. Ulaq üçün 2026 həm taleyin bəxş etdiyi şans, həm də uzun illərin zəhmətinin mükafatıdır. Karyerada ciddi sıçrayış alsan və nüfuz artımı görünür. Bu il Oğlaq üçün maliyyə baxımından çox güclü dövr olacaq. Sərmayə, biznes, yüksəliş hər şey ardıcıl gələcək. Şəxsi münasibətlərdə isə Oğlaq emosional olaraq açılır. Əvvəldən sıxıb saxladığı duyğular nəhayət ki ifadə olunur və bu da yeni bir sevgi başlanğıcına səbəb ola bilər. 2026 Oğlaq üçün zirvəyə qalxma ilidir. Balıq üçün 2026 ruhdan, qəlbdən və taledən gələn bir möcüzə kimi olacaq. Uzun müddət özünü itirdiyi yerlərdə bu il tam əksinə gücünü tapır. Maddi baxımdan böyük irəliləyiş, yeni iş, yeni gəlir və ya gözlənilməz şansların açılması, sevgi həyatında isə balıq 2026-da həyatının eşqini tapa bilər. İstlərinə dəyər verən biri ilə dərin bağı yaranacaq. Balıq bu il öz intuisiya gücü ilə bütün qapıları açır. Videomuzun sonuna gəldik. Videonu bəyəndinsə kanala abunə ol və növbəti proqnozu qaçırma.